Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika DİM 2025-ci ilin test toplusundan sürtünmə qüvvəsinin təsiri altında hərəkət və müqavimət qüvvələri haqqında olan test toplusuna baxacağıq. Gəlin indi başlayaq izaha. 1. Sürtünmə qüvvəsi hansı cihazla ölçülür? Biz demişdik ki, qüvvələrin hamısı dinamometrlə ölçülür. Yəni siz qüvvəni gördünüzsə, demək ki, sürtünmə qüvvəsi dinamometrlə ölçülür. 2. Üfüqi müstəvi üzrə hərəkət edən cismə yalnız sürtünmə qüvvəsi təsir edərsə, onun sürəti hansı ifadə ilə təyin olunacaq? Baxın, burada nə deyir? Yalnız sürtünmə, demək ki, hərəkət bərabər yavaşayandır. Biz də bilirik ki, bərabər yavaşayan hərəkətdə V bərabərdir. V0 çıxılsın, mü, J, T. Burada gördüyünüz mü, A deməkdir. Əvvəlki biz mövzularda necə öyrənmişdik? V bərabər idi. V0 çıxılsın, AT. Yavaşayan hərəkətdə A-nı da biz bu mövzuda mü, J ilə ifadə edirik. Ona görə də cavab olacaq Y variantı. 3. Sürtünmə əmsalı 0,1 olan yolda avtomobil dönərkən onun aldığı maksimal mərkəzə qaçma təcilini hesablayın. Biz dedik ki, A nəyə bərabərdir? Mü, J. Biz bu ifadəni nəzərə alaraqdan münü vuracağıq J-yə. 0,1 vurulsun 10. O da bərabərdir 1 metr böl saniyə kvadrat. Yəni A variantı. 4. Sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? F sürtünmə bərabərdir mü n. N bizdə dayağın reaksiya qüvvəsidir. Mü sürtünmə əmsalıdır. Ona görə C variantı. 5. Sürtünmə əmsalının vahidi hansıdır? Sürtünmə əmsalının vahidi yoxdur. Niyə görə? Çünki biz buradan münü tapsaq, mü bərabərdir F sürtünmə bölünsün n-ə. Yuxarıda yazılan F sürtünmə qüvvədir. Yəni sürtünmə qüvvəsidir. Vahidi də Newtondur. N dayağın reaksiya qüvvəsidir. Yəni bu da reaksiya qüvvəsidir və vahidi Newtondur. Newton da Newtonu böləndə vahid siz kəmiyyət olunur. Vahid siz. Ona görə olur B variantı. 6. Bir cismin digər cism üzərində irəliləmə hərəkəti zamanı cisimlərin toxunan səthləri arasında yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsidir. Amma burada nəyə diqqət eləməlisiniz? 2 dənə variant var. Birinci C variantı verilib. Bir dənə də Y variantı verilib. Biri sükunət sürtünmə qüvvəsi yazılıb. Birində isə sürüşmə sürtünmə qüvvəsi. Yəni siz bilirsiniz ki, əksinə yönəlibsə, deməli bu sürtünmə qüvvəsi, daha doğrusu sürtünmə qüvvəsi belə nəzərinizdə alın. Amma hansı halda siz sükunət, hansı halda sürüşmə götürəcəksiniz? Baxın, bizdə nədir? İrəliləmə hərəkəti zamanı. Sükunətdə demir. Hərəkət varsa artıq bizim cavabımız olacaq sürüşmə, sürtünmə. Əgər hərəkət olmasaydı, o zaman biz sükunəti nəzərə alacaqdıq. Ona görə olur Y variantı. 7. Cismin səthə göstərdiyi təzyiq qüvvəsi sürüşmə qüvvəsindən 25 dəfə çox olarsa, sürtünmə əmsalını hesablayın. Yazırıq. F təzyiq bərabərdir. Deməli, təsir göstərdiyi təzyiq qüvvəsi sürüşmə sürtünmədən 25 dəfə çoxdur. 25 F sürtünməyə bərabərdir. Sürtünmə əmsalını bizdən soruşursa, mü bərabərdir. Bölünsün F təzyiq. Bu hardan gəlir? Biz bilirik ki, F sürtünmə bərabərdir mü n, mü b, mü F təzyiq. Bu şəkildə siz düsturları yadınızda saxlayaraq buradan da F təzyiqi tapmaq istəsəniz, indi biz münü tapmaq istəyirik. Onda necə olur? F sürtünmə bölünsün F təzyiq qüvvəsi. Onda yazırıq F sürtünmə bölünsün F təzyiq də nəyə bərabərdir? 25 F sürtünmə. F sürtünmələr ixtisara gedir, cavabda qalır 1 böl 25. O da bizdə verəcək 0,4. Cavab olur C variantı. 8. Sürtünmə əmsalı 0,25. Buraları təmizləyim. 0,25 olarsa, cismin səthə göstərdiyi təzyiq qüvvəsinin sürtünmə qüvvəsindən neçə dəfə çox olduğunu hesablayın. Burada da eyni şəkildə bizə münü verib %25 və bizə deyir ki, F sürtünmə F təzyiq bölünsün F sürtünmə nəyə bərabərdir? Biz də onu yazırıq belə. Daha doğrusu bunu ayağını təmizləyim. Belə F sürtünmə bölünsün F təzyiq. Bizdən isə nəyi soruşur?
təzyiqin sürtünmədən nə qədər? Onda biz yazmalıyıq F təzyiq bölünsün F sürtünmə. Onda da %25 1 bölü 0,25 oluyor. O da bərabər olacaq. Yəni 100 bölünsün 25'e. O da nəyə bərabərdir? 4'ə. Cavab eləyir C variantı. 10. Tormozlam, yox, ondan qabaq var. 9. 9'a deyilir. Üfüqi səth üzrə hərəkət edən cismə səthin göstərdiyi reaksiya qüvvəsi yazıram. N bərabərdir 500 Newton. Cismə təsir edən sürtünmə qüvvəsini hesablayın. Mü'nü də bizə verib 0,2. Onda F sürtünmə nəyə bərabərdir? F sürtünmə bərabərdir mü N'ə. 0,2 vurulsun 500. O da bərabərdir 0'dan 0. Daha doğrusu virgüllə 0'ın biri gedəcək. 2'ni də vuracaq 50'ye eləyəcək. 100 Newton. Cavab eləyir A variantı. 10. Bunlar düsturlardır. Bunlarda əsas düsturları 1-2 dənə tətbiq edəndən sonra yadınızda qalacaq. Tormozlanma müddəti hansı ifadə ilə təyin olunur? T tormozlanma müddəti cismin başlanğıc sürətinin təcili olan nisbətinə bərabərdir. Amma baxırıq ki, bizə cavablarda elə bir ifadələr yoxdur. Onda biz hər iki tərəfi həm yuxarı sürəti, həm də aşağı məxrəci kütləyə vura bilərik. Onda olacaq M V0 bölünsün M A'ya. Və baxırıq ki, biz burada M V0 aşağıda isə MA verilib. MA da bizdə qüvvəni verir. Yaza bilərik ki, o da F qüvvə. Baxırıq ki, cavabımız olacaq A variantı, yəni M V0 bölünsün F sürtünmə. Eyni şəkildə 11'də də tormozlanma yolunu soruşur burada. Bəs yolumuz nəyə bərabərdir? S tormozlanma yolu. Tormozlanma müddəti V0 bölünsün, yəni başlanğıc sürət bölünsün A-ya bərabərdir. Yolumuz isə bizim bilirdik ki, V0 kvadrat bölünsün 2A-ya bərabərdir. V0 kvadrat bölünsün 2A-ya. Bunlar hardan gəlir? Baxın. Bu düsturları biz hardan əzbərləyib yadımızda saxlayır? Yəni, belə yadda saxlasaz, təbii ki, yadda qalmağı çətin ola bilər. Bunlar, əgər tormozlanma yolu deyirsə, biz düz xətli bərabər təcilli hərəkət mövzumuzda hansı düsturlar öyrənmişdik? 3 dənə bizim yol düsturlarımız vardı. Onlardan biri də S bərabərdir V kvadratçıq V0 kvadrat bölünsün 2A idi. Bizdə əgər tormozlanmadan söhbət gedirsə, bir cisim avtomobil hərəkət edərkən tormoz basılanda tormoz olması üçün sonda son sürət 0 olmağı deməkdir. Ona görə də biz son sürəti 0 götürürük. Onda da bizim ifadəmiz qalacaq V0 kvadratı bölünsün 2A. Yəni bizim burada ifadə elədiyimiz tormoz yolu əslində elə o ifadədən, o düsturdan, əvvəldən öyrəndiyimiz və bildiyimiz düsturdan gələn bir ifadədir. Bu yeni bir düstur deyil. Yazdıq. V0 kvadrat bölünsün 2A-ya. Baxırıq ki, kütlələrlə ifadə eləmək lazımdır. Ona görə hər iki tərəfini yenə kütləyə vururam. Bölünsün 2MA-ya. MA bizə yenə qüvvəni verəcək. Ona görə yazıram. V0 kvadratı bölünsün 2F sürtünməyə. Baxıram cavab hansı eləyir? Cavab eləyir A variantı. 12. 12'də deyilir. Üfüqi səth üzrə hərəkətdə cismə təsir edən sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olur? Sürtünmə qüvvəsi F sürtünmə bərabərdir mü N'ə bərabərdir. N isə biz ifadə eləsək necə? Yəni üfüqi səth deyir. Üfüqi səth deyirsə, səth üzərində bir cisim çəksək, ona aşağıya doğru mg qüvvəsi təsir eləyir. Həmişə də mg qüvvəsinin əksinə, yəni səthin yuxarısına doğru N reaksiya qüvvəsi təsir edir. Və bizim ifadəmizdə N qüvvəsi var və təsir əks təsirə, Newtonun 3-cü qanununa görə təsir əks təsirə bərabərdir deyə mütləq mg N'ə bərabər olur. Onu da biz ifadə eləsək olacaq mü mg'yə. Yəni cavab eləyir D variantı. 13. Üfüqi səth üzərində sükunətdə olan cismə təsir edən sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti hansı ifadə ilə təyin olunur? Eyni şəkildə, əgər cisim sükunətdədirsə, ona aşağıya doğru mg qüvvəsi təsir edir. Onun əksinə
n reaksiya qüvvəsi təsir edir və F sürtünmə bərabərdir mü n-ə. N-i də biz mg ilə ifadə edirik, çünki cisim sükunətdədir. Ona görə də yazırıq mü mg, yəni Y variantı. Keçirik 14-ə. Aha, burada qrafik asılılıqları bizdən soruşur. Verilmiş maddələrdən hazırlanmış iki cismin toxunan səthləri arasında sürüşmə-sürtünmə əmsalını ifadə edin. Sürüşmə-sürtünmə əmsalı bizim düsturumuz mü bərabərdir F sürtünmə bölünsün n olsa belə, n-i biz mg ilə ifadə etsək belə, biz bu düsturda göründüyü kimi ifadələrdən asılılığını götürməyəcəyik. Yəni, mü heç vaxtı kütlədən asılı deyil. Mü yalnız və yalnız birinci, materialın növündən, ikinci, səthin hamarlığından. İki dənə kəmiyyətlərdən yəni asılıdır. Bir, materialın növündən asılıdır. Bir də səthin hamarlığı dərəcəsindən asılıdır. Yəni, ona görə münü biz düsturdakı ifadələrdən asılı heç vaxtı götürməyəcəyik. Eyni şəkildə biz nə dedik? Mü S-dən də asılı deyil. Çünki bizə deyir ki, səthin sahəsi sahədən asılı deyil. Yalnız və yalnız materialın növündən və səthin hamarlıq dərəcəsindən asılıdır. 16. Üfüqi səth boyunca V sürəti ilə hərəkət edən cismə təsir edən sürüşmə-sürtünmə qüvvəsi hansı istiqamətdədir? Baxırıq, bizim hərəkətimiz hansı istiqamətdədir? V sola göstərilib. Hərəkətin əksinə yönələn qüvvəmiz isə bizim sürüşmə-sürtünmə qüvvəmizdir, yəni Y variantı. Tormozlanma müddəti hansı ifadə ilə təyin olunur? Biz bayaqları yazdıq, T-nəyə bərabər idi? T, tormozlanma müddəti bərabərdir başlanğıc sürətin təcili olan nisbətinə. Baxırıq, belə ifadə yoxdur. Onda biz kütlə ilə hər iki tərəfi kütləyə vurmalıyıq. Onda yazacağıq mv0 bölünsün ma-ya. Baxırıq, bu şəkildə də yoxdur. Onda deməli biz mv0 bilməliyik ki, gələcək mövzularda əsasən bunları keçəcəyik. Amma mv0 başlanğıc burada bizə verilib. Başlanğıc impulsdur. P yazırıq. F sürtünmə isə sürtünmə qüvvəsidir. Biz də dedik ki, MA-nı tormozlanmadan söhbət gedirsə, MA-nı biz F sürtünmə ilə də əvəz edə bilərik. Onda bizim düsturumuz olacaq Y variantı, yəni P0 bölünsün, impuls bölünsün, sürtünmə qüvvəsi. 18. Tormozlanma yolu hansı ifadə ilə təyin olunur? Eyni şəkildə yazırıq. S tormozlanma nəyə bərabər idi? V0 kvadratı bölünsün 2A-ya. Yaxşı, hər ikisini yenə də M ilə M-ə vurmalıyam. Onda yazacağım MV0-ın kvadratı bölünsün 2M-A-ya. V0 kvadratı bölünsün 2. Bu ifadə bizə biz gələcəkdə keçəcək bunu. Kinetik enerjini verir. Başlanğıc. Niyə görə başlanğıc deyirik? Çünki V0-ın ayağında 0 var. Ona görə başlanğıc kinetik enerjinin MA-da bilirik ki F-dir. Bu da Y kinetikdir. MA da bizdə F-dirsə onda bərabər olur. Y kinetik bölünsün F sürtünməyə. Cavabımız olur C variantı. 19. Şagirdlər sürüşmə-sürtünmə əmsalını müəyyən edərkən cədvəl tərtib etdilər. Cədvəldəki boş yerə sürüşmə-sürtünmə qüvvəsinin hansı qiyməti yazılmalıdır? Baxırıq, burada bizə nə verilib? Mü verilib, daha doğrusu N verilib 1. F sürtünmə verilib 0,2. Biz buradan mü-nü tapa bilirik. Bəli, mü nəyə bərabərdir? F sürtünmə bölünsün N. Onda tapırıq. F sürtünməni verib bizdə 0,2 bölünsün 1-ə. Elə bunu bir dəfə ilə cavab olaraq buradan yazıram ki 0,2-yə bərabərdir. Biz tapdıq ki, burada mü bərabərdir 0,2-yə. Gəlirik indi bir dənə buna da baxaq. Bunu da ifadə edək. Burada yazılıb. N bərabərdir 6. F sürtünmə bərabərdir 1,2. Onda mü nəyə bərabərdir? Mü bərabərdir yenə. Deməli, yazırıq F sürtünmə 1,2 bölünsün 6-ya. Onun da nisbətini tapanda yenə 0,2. Aha. Əgər mü sabitdirsə, onda biz burada da bilirik ki,
Müsü də bərabər olur 0,2. 0,2-dirsə ifadələri yazıram indi. Mü bərabərdir 0,2 və n reaksiya qüvvəsi bərabərdir 4-ə. Biz buradan F sürtünməni tapmalıyıq. F sürtünmə də bərabərdir mü n-ə. O da bərabər olacaq 0,8 Newton. Cavab olur Y variantı. 20. Hansı fiziki kəmiyyət üfüqi səth üzrə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsinin cisimlə səth arasında sürtünmə əmsalına olan nisbətinə bərabərdir? Gəlin indi o dediklərini yazaq. Deməli, hərəkət zamanı cismə təsir edən sürtünmə qüvvəsinin F sürtünmənin sürtünmə əmsalına müyə olan nisbəti deyir nədir? Biz də demişdik ki, F sürtünmə nəyə bərabərdir? Mü n-ə. Deməli, F sürtünmə sürtünmə əmsalı n-ə vurulmalıdır ki, F sürtünmə qüvvəsi yaransın və n də bizdə nədir? Səthin reaksiya qüvvəsidir. 21. Hansı fiziki kəmiyyət üfüqi səth üzrə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsinin səthin reaksiya qüvvəsinə nisbətinə bərabərdir? Gəlin indi onu yazaq. Nə edir? Sürtünmə qüvvəsinin səthin reaksiya qüvvəsinə olan nisbəti nəyə bərabərdir? Təbii ki, mü sürtünmə əmsalına bərabərdir. O da bizdə olur D variantı. 22. Tircik dinamometrin köməyi ilə üfüqi səth üzrə bərabər sürətli hərəkət etdirilir. Dinamometrin göstərişi modulca hansı fiziki kəmiyyətdir? Baxırıq, nə deyir bizə? Deyir ki, hərəkət etdirilir. Əgər biz F qüvvəsini soruşularsa, F qüvvəsini cisim dartılan zaman cisim və səthi arasında baxın burada bir sürtünmə qüvvəsi yaranacaq. Amma hansı? Yenə də o biri misaldakı kimi həm sürüşmə sürtünmə qüvvəsi verilib, həmçinin də Y variantında sükunət sürtünməsi qüvvəsi verilib. Baxın, 22 ilə 23 eynidir demək olar. Sadəcə bəzi cümlələr bir-birindən fərqlənir. Ona görə də çox diqqətli olmalısınız 22 ilə 23-də. 22-də deyilir ki, bərabər sürətli hərəkət etdirilir. Amma 23-də deyilir ki, tircik sükunətdə qalan halda bizə dinamometrin göstərişini göstərin ki, neçədir. Ona görə də əgər hərəkət varsa, hərəkət olan zaman hərəkətli olduğuna görə sürüşmə sürtünmə qüvvəsi götürülür. Əgər cisim sükunətdə olan zaman bizdən sürtünmə qüvvəsi soruşulursa, o zaman biz sükunət sürtünmə qüvvəsini götürəcəyik. 24. Maşın və dəzgahlarda dircəkli və kürəcikli yastıqlar nə üçün tətbiq olunur? Bunlar qaydalardır. Yəni bunlarda siz nəzəriyyədə əsasən öyrənəcəksiniz və burada tətbiq etməlisiniz. Sürtünmə qüvvəsini artıran və sürtünmə qüvvəsini azaldan müəyyən bir amillər var ki, biz onları keçirik. Burada da həmçinin maşın və təzgahlarda o dircəkli və kürəcikli yastıqlar var ki, onlar sürtünmə qüvvəsini azaltmaq üçün tətbiq olunur. Sürtünmə qüvvəsi azalır ki, cismin dartı qüvvəsi, yəni hərəkəti daha çox olsun. Amma sürtünmə qüvvəsi çox olanda cismin hərəkəti yavaşıyır. Ona görə də həmin o vallardan fırlanan valların arasında sürtünmə qüvvəsini azaltmaq üçün tətbiq olunur. 25. Cisim maye daxilində üfüqi istiqamətdə hərəkət etdirilir. Cismin hərəkətinin əksinə yönələn qüvvə hansı qüvvədir? Biz sürtünmə qüvvəsi haqqında danışdıq ki, üfüqi səth üzərində cisim hərəkət edən zaman hərəkətin əksinə yönələn qüvvədir. Amma istər mayedə, istər havada hərəkətin əksinə yönələn qüvvəmiz bizimsə müqavimət qüvvəsi adlanır. Üfüqi müstəvi üzərində 26. Üfüqi müstəvi üzərində sürüşən taxta tirciklərə təsir edən sürtünmə qüvvələrini müqayisə edin. Bunun üçün birinci biz sürtünmə qüvvəsinin ifadəsini yazmalıyıq. Birinci cismə hansı sürtünmə qüvvəsi təsir edir? Mü, M, J. Biraz daha sərgəli yazsam. Mü, M, J qüvvəsi təsir edir. Niyə M yazdım? Kütləsi M-dir deyə. İkinci cismə
Hansı sürtünmə qüvvəsi? Mü 2mj. Niyə 2 yazdım? Çünki kütləsi 2mdir. Deməli, onda buradan belə aydın olur ki, hara getdi? Hə. Buradan belə aydın olur ki, F2 sürtünməsinin F1 sürtünməyə olan nisbətini tapsaq, onda necə olacaq? Olacaq mü 2mj. Buradan yazım. Daha rahat görə bilək deyə. F2 bölünsün F1 bərabərdir. F2'miz nəyə bərabərdir? Mü 2m vurulsun j. Bu da mü mj. Mü'lər getdi, m'lər getdi, j'lər getdi. Aha. Onda F2'nin F1'ə nisbəti bərabərdir 2'yə. F2 də bərabərdir 2 F1'ə. Baxırıq, cavab olur A variantı. 27. Kütləsi M 20 kiloqram olan cisim üfüqi səth üzərində sükunətdədir. Cismə şaquli istiqamətdə F qüvvəsi təsir edir və deyir ki, reaksiya qüvvəsini hesablayın. Baxın, bir cisim səth üzərində sükunətdədirsə, ona aşağıya doğru mc qüvvəsi təsir edir. Mc qüvvəsi neçədir? Biz də baxırıq, M 20-dir, J'si də 10-dur. Yəni 200 Newton qüvvə təsir. Bir də F qüvvəsi üzü aşağıya doğru bu qüvvə təsir edir. Bu da nəyə bərabərdir? 50. F də bərabərdir 50 Newton. Deməli, ümumilikdə aşağıya doğru bizə 250 Newton qüvvə təsir edir. Bizə deyir ki, dayağın reaksiya qüvvəsini hesablayın. Dayağın reaksiya qüvvəsi aşağıya doğru mc'dir və mc'nin əksi istiqamətdə bizdə n reaksiya qüvvəsidir. Və bir-birində tarazlaşdırmalıdır. Cisim sükunətdədir. Onun üçün də n bərabər olacaq 250 Newtona. Yəni A variantı. 28. Kütləsi 20 kiloqramdır və səth üzərindir. Şaquli istiqamətdə, yəni yuxarıya 50 Newton qüvvə təsir edir. Dayağın reaksiyasını soruşur. Aşağıya mc. O da bərabərdir M20 10, yəni 200 Newton qüvvə təsir edir. Aşağıya 20, yuxarıya 50-dir və bizdən reaksiya qüvvəsini soruşur. Qüvvələr bir-birini kompensasiya, yəni bir-birini tarazlaşdırmalıdır deyə yuxarıya n qüvvəsini tapmalıyıq. Onda n qüvvəsi nəyə bərabər olur? Aşağı 200-dür, yuxarıya 50-dirsə, deməli reaksiya qüvvəsi də 150 Newton olmalıdır ki, bir-birinə bərabər olsun. Cavab olur A variantı. 29. Cisim sükunətdə olarsa, sükunət sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Bunun üçün birinci biz müəyyən bucaq altında olduğunu nəzərə alaraq onu toplananlarına ayırmalıyıq. Birinci sağa, bir də yuxarı. Bura olur Fy, burada olur Fx qüvvəsi. Fy həmişə F sinus alfaya bərabərdir. Fx isə həmişə F kosinus alfaya bərabərdir. Və biz bilirik ki, əgər F qüvvəsi sağa doğru dartırsa, hərəkətin əksi istiqamətdə F sürtünmə qüvvəsi təsir edir. F sürtünmə də sola doğrudursa, onun əksi istiqamətdə olan qüvvəyə bərabər olmalıdır. Yəni, bir-birini bərabərləşdirməlidir. Ona görə də yazacağıq F sürtünmə soldakı qüvvə bərabərdir onun əksindəki qüvvə, yəni F kosinus alfaya. O da olur cavab Y variantı. 30. Verilmiş üfüqi səth üzrə sürüşən cismin kütləsi 2 dəfə artdıqda sürtünmə əmsalı necə dəyişəcək? Biz dedik ki, mü m-dən asılı deyil. Yəni, dəyişməz. Nədən asılı idi? Yuxarıda qeyd eləmişdik. 31. 80 metr radiuslu döngədə avtomobilin yana sürüşmədən dönə bilməsi üçün maksimal sürəti bu qədər olarsa, avtomobil təkərlərinin torpağa sürtünmə əmsalını hesablayaq. Buraları təmizləyək, burada hesablayaq. Verilənləri yazırıq. R bərabərdir 80 metr. Sonra V-ni 72, gəlin burada 72 kilometri çevirək. Vururuq 1000-ə. Bölürük 3600'ə, sıfırlar getdi, 36 ilə 72 getdi, qaldı 20 metr böl saniyə. Ona görə elə bir dəfəlik bura yazıram, 20 metr böl saniyə. Sonra J'ni yazıram mən, 10 metr böl saniyə kvadratı. Bizdən nəyi soruşur? Mü bərabərdir sual.
Əgər bizdə radius verilibsə, biz artıq burada düşünməliyik ki, radiusla əlaqəli təcil düsturunu tapmalıyıq və tapdığımız halda bizdə mü var, j varsa a bərabərdir mü j düsturundan istifadə edə bilərik. Ona görə təcili tapacağıq. Bilirik ki, v kvadratı bölünsün r-ə bərabərdir. V-nin kvadratı 20, elə yazın bir dəfəlik. 20 vurulsun, 20 bölünsün. R yəni 80. Sıfırlar getdi. Bu da 4 elədi. 5 metr böl saniyə kvadratı. A-nı tapdıq. J'miz var, mü'müz də var. A nəyə bərabərdir? A bərabər idi mü J'yə. Biz buradan mü'nü tapa bilirik. Mü bərabərdir A bölünsün J. A'mız da 5 bölünsün J'miz 10. O da eləyir 0,5 cavab eləyir C variantı. 32. Kütləsi 5 kiloqram olan cismin üfüqi səth üzərində hərəkət etdiyini bilərək ona təsir edən sürtünmə qüvvəsini hesablayın. Hesablayaq. Kütləni verib bizə 5 kiloqram. Birinci verilənləri yazaq. Mü'nü verib bizə 0,2. J'ni də verib 10. Bizdən nəyi soruşur? Sürtünmə qüvvəsini soruşur. F sürtünmə sual. A-nı tapa bilirik. Mü J'yə bərabərdir. Bəli, tapdıq. 2 metr böl saniyə kvadratı. M-imiz də əlimizdədir, düzdür? Onda biz F bərabərdir. M A düsturundan M 5'dir. Vururuq 2'yə, eləyir 10 Newton. Cavab eləyir D variantı. 33. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə verilmiş səth üzrə hərəkət edən cismin başlanğıc sürətini 4 dəfə artırdıqda tormoz yolu necə dəyişir? Onun üçün birinci düsturumuzu yazmalıyıq. S tormoz yolu bərabər idi. V0'ın kvadratı bölünsün 2A-ya. Bizə nə deyir? Deyir ki, V0'ı 4 dəfə artırıram. Əgər 4 dəfə artmaq deyirsə, kvadratı olduğuna görə bu da olacaq. 16 dəfə artmaq cavab olur. C variantı. 34. Sürtünmə əmsalını 2 dəfə artırdıqda yalnız sürtünmə qüvvəsinin təsiri ilə üfüqi yolda hərəkət edən avtomobilin tormoz yolu necə dəyişəcək? Yazırıq. S tormoz nəyə bərabər idi? V0'ın kvadratı bölünsün 2A-ya. Amma deyir ki, mən sürtünmə əmsalını artırıram. Gəlirəm. A-nı biz V0 kvadratı bölünsün 2, A-nı biz mü J ilə ifadə edə bilərik. Bəli. Onda 2 dəfə mü artarsa V 2 dəfə azalacaq. Olacaq B variantı. 35. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə verilmiş səth üzrə hərəkət edən cismin başlanğıc impulsunu 4 dəfə artırdıqda tormoz yolu necə dəyişir? S tormoz yolunu yazırıq. V0'ın kvadratı bölünsün 2A-ya. Biz öyrəndik ki, P0 nəyə bərabərdir? İmpulsumuz P0 bərabərdir. M/0. M/0'a bərabərdir. O zaman əgər impulsu 4 dəfə artarsa, onda V0 da 4 dəfə artır deməkdir. 4 dəfə artmağı sürətin, onda bizə nəyi verir? S-in 16 dəfə artmağı deməkdir. 16 dəfə artmağı deməkdir. Ona görə də cavabımız olur D variantı. Niyə? Çünki P0 impuls V ilə düz mütənasibdir və sürətin də kvadratı tormoz yolu ilə kvadratik asılıdır. Ona görə D variantı götürülür. 36. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cismin başlanğıc sürətini 4 dəfə azaldanda tormozlanma yolu necə dəyişəcək? Gəlin indi onu yazaq. Eyni şəkildə S tormoz yolu bərabərdir. V0 kvadratı bölünsün 2A-ya. Başlanğıc sürətini yenə 4 dəfə artırıramsa, kvadratik olduğuna görə 16 dəfə, azaltmaq deyir daha doğrusu. Əgər 4 dəfə azaldıramsa, 16 dəfə azalacaq. Cavab olur D variantı. 37. Verilmiş üfüqi səth üzrə sürüşən cismin kütləsi 2 dəfə artarsa, sürtünmə əmsalı necə dəyişəcək? Sürtünmə əmsalı kütlədən asılı deyil. Ona görə də B variantı. 38. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cismin başlanğıc kinetik enerjisini 4 dəfə artırdıqda tormoz yolu necə dəyişir? S tormoz yolu bərabərdir. M yazmayaq da birinci
başdan başlayaq, çünki belə daha əzbərləmiş olursunuz. Necə yazmışdıq? V0 kvadratı bölünsün 2a yazmışdıq tormuz yolunu. İndi hər iki tərəfini təzədən m-a vururam, yazıram. M V0 kvadrat bölünsün 2m a-ya. Biz də demişdik, kinetik enerji bərabər idi m V0 kvadrat bölünsün 2-yə. Yəni bu ifadə bizə kinetik enerjini verir. Və deyir, kinetik enerjini 4 dəfə artırıramsa, onda tormuz yolu da 4 dəfə artacaq. Yəni olur B variantı. Keçdik. 39. Üfüqi səth üzrə 20 metr/saniyə sürətlə hərəkət edən cismin tormozlamağa başladıqda 4 saniyə sonra dayanmışdır. Sürtünmə əmsalını hesablayın. Hesablayaq. V bərabərdir 20 metr/saniyə. T bərabərdir 4 saniyə. J'ni də verib bizə ki 10. Mü-nü soruşur. Düzdür? İndi biz bilməliyik ki, tormozlanmağa başlayırsa, deməli tormozlanma müddətidir bu. Onda T tormozlanma müddətin V0 bölünsün A-ya bərabər idi. A-nı da biz ifadə edə bilirik mü-nə, mü-J ilə. Yazıram V0 bölünsün mü-J-yə. Biz nə axtarıq? Mü-nü axtarıq. Digər kəmiyyətlərin hamısını bilirik, onda əvəz eləyə bilərik. Mü bərabərdir V0 bölünsün J-T-yə. O da bərabərdir. V0 neçədir? 20. J'miz 10. T'miz 4. O da bərabərdir. 4 ilə 5, 20 ilə 4 ixtisara gedir, qalır 5, eləyir 0,5. Cavab eləyir B variantı. 40. Sürüşmə sürtünmə qüvvəsinin təzyiq qüvvəsindən asılıq qrafiki verilmişdir. Ədədi qiymətcə alfa bucağının tangensi nəyə bərabərdir? Biz nə demişdik? Mü nəyə bərabər idi? F sürtünmə bölünsün F təzyiq qüvvəsi və yaxud F sürtünmə bölünsün N reaksiya qüvvəsi. Düzdür? Burada da təzyiq qüvvəsi, yəni reaksiya qüvvəsini qeyd edib. Onda mü F sürtünmənin, yəni buranın bura olan nisbəti bizə tangens alfanı verir. Bura bizə tangensi verir. Bizdən tangens alfanı elə soruşursa, tangens nəyə bərabər idi? Qarşıdakı katetin, yəni F sürtünmənin bitişik katete, yəni N-ə olan nisbətinə, o da bizə mü-nü verir. 41. Sürüşmə sürtünmə qüvvəsinin sürtünmə əmsalından asılılıq qrafiki verilmişdir. Ədədi qiymətcə alfa bucağının tangensi nəyə bərabərdir? Baxırıq tangensi, yəni F sürtünmənin müyə olan nisbəti. F sürtünmənin də müyə olan nisbəti bizə ya N, ya reaksiya qüvvəsini və yaxud təzyiq qüvvəsini verəcək. Burada isə bizdə N verilib deyə cavab olur C variantı. 42. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə üfüqi səthdə bərabər yavaşayan hərəkət edən cisimlərin tormoz yolu arasında münasibət hansıdır? T tormoz yolu nəyə bərabər idi? V0 bölünsün A-ya. Əgər bizə mülərin bərabər olduğunu veribsə, onu biz nəyi nəzərə alacağıq? Yazacağıq V0 bölünsün mü J-yə. Çünki müləri eynidir, V0'ları fərqlidir. Baxırıq. Deməli, burada bizdə tormuz yolu soruşur. Tormuz müddəti yazmışıq biz. Əvəz edirik S tormuz yolu ilə. Onda yazırıq. V0'ın kvadratı bölünsün 2A-ya. A-nı da yenidən əvəz edirik. Çünki müdən söhbət gedir. 2 mü J-yə. Baxırıq S kütlə ilə asılıdır. Xeyr, ona görə kütlələrini nəzərə almırıq. S nə ilə asılıdır? Yalnız V0'ın kvadratı ilə asılıdır. Onda V0 birində, V0 ikincisində V0'ın kvadratıdırsa, o zaman düz mütənasib asılılığını nəzərə alaraq S2'nin S1'ə olan nisbəti burada olacaq 4V0 kvadratı, burada da olacaq V0 kvadratı. Yazıram 4V0 kvadratı bölünsün V0 kvadratı. V0'lar gedəcək, qalacaq cavab 4. Onda S2 nəyə bərabər olur? S2 bərabər olur 4S1'ə. D variantı. 43. 43'te isə bizdən tormuz müddətini soruşur. T tormuz müddəti
bərabərdir V0 bölünsün A-ya. Baxırıq, yenə də kütlədən asılılıq var, yox. Mü-nü verib deyə biz yenə əvəzləmə eləməliyik. Mü-J yazacağıq. Baxırıq, yenə də kütlədən asılılığı yoxdur. Yalnız V0-dan asılıdır və necə asılıdır? Düz mütənasib asılıdır. Tormozlanma yolu kvadratik asılı olsa belə, tormozlanma müddəti sadəcə düz mütənasib asılıdır. Ona görə də yazacağıq ki, burada V0-dır. Yazırıq T2 bölünsün T1 bərabərdir. T2-də neçə edir? 2V0 bölünsün V0. V0'lar ixtisara gedir, qalır 2. Onda T2 bərabərdir 2T1'ə. Cavab olur Y variantı. 44. Sürtünmə qüvvəsini necə azaltmaq olar? Yenə də qeyd etdiyim kimi bunlar nəzəriyyədə verilir. Sürtünmə qüvvəsini artıran və azaldan amillərimiz mövcuddur. Burada isə bizdən azaltmaq soruşduğuna görə sürtünmə qüvvəsini azaltmaq onun sürətini artırmaq deməkdir. Ona görə də tircəkli yastıqlardan istifadə edərək sürəti artırılır ki, sürtünmə qüvvəsi azalsın. Ona görə də cavab olur 2. Məsəl üçün, buzlu yolda yalnız buz olarsa, o zaman onun sürəti artacaq və sürüşmə olacaq. Sürüşmənin artmağı deməkdir. Sürtünmə qüvvəsi o zaman artır deməkdir. Qum səpəndə sürtünmə qüvvəsini artırırıq. Yəni, sürüşmə artır, sürtünmə qüvvəsi azalır. Amma üçüncüdə baxsanız, avtomobil təkərlərini naxışlı hazırlamaq eyni şəkildə elə qum səpməklə bir yerdə deməkdir. Yəni, siz əgər avtomobillə hərəkət edirsinizsə, bilirsiniz ki, istər qış təkəri, istərsə də yay təkərlərindən istifadə olunur. Qış təkərləri naxışlı hazırlanır ki, onların araları olsun və bu aralar buzlu yollarda, qarlı yollarda hərəkəti daha da rahatlaşdırır. Yəni, sürüşmənin qarşısını alır. Bu da o deməkdir ki, onun sürtünmə qüvvəsini artırır. Ona görə də biz götürürük yalnız 2. Aha, burada elə onun misalı var imiş. Sürtünmə qüvvəsini necə artırmaq olar? Biz onu qeyd elədik ki, buzlu yola qum səpəndə sürtünmə qüvvəsi artır. Həmçinin də naxışlı təkərlərdən istifadə edərək biz onun sürtünmə qüvvəsini artıra bilirik. Cavab olur D variantı. Deyir, 46-da deyir, üfüqi səthi üzərində cisim ona bağlanmış və səthə paralel istiqamətdə, yəni üfüqi səthdən söhbət gedir. Yay vasitəsilə bərabər sürətlə hərəkət etdirilir. Yayın sərtliyi, yəni bu tərəfə doğru hərəkət etdirilir və onun əksinə mütləq F sürtünmə qüvvəsi olmalıdır. F dartı sağa doğrudur. Yayın sərtliyi, uzanması, sürtünmə əmsalı və kütləsi verilib. Və buna əsasən də bizə deyir ki, daha doğrusu bizdən kütləsini soruşur. Biz bilirik ki, əgər üfüqi səthdə hərəkətdən söhbət gedirsə, sağ tərəfə dartılan qüvvə sol tərəfə doğru dartılan qüvvəyə bərabər olmalıdır ki, bir-birini kompensasiya eləsin. Onda biz yazmalıyıq ki, sağ tərəfdə olan yayın dartılmasıdır və o da bizdə KX-ə bərabərdir. Onda KX bərabərdir mü mj-yə. Bizdən nəyi soruşur? Kütləni soruşur. Kütləni də tapsaq, KX bölünsün mü j-yə. Yəni cavabımız olacaq B variantı. Eyni şəkildə 47-də də burada isə bizdən nəyi soruşur? Sürtünmə əmsalını soruşur. Biz yazacaq yenə KX bərabərdir mü mj-yə, yuxarıdakı kimi. Oradan da sürtünmə əmsalını tapsaq, mü nəyə bərabər olur? KX bölünsün mj-yə. Cavab olur yenə B variantı. 48-də deyilir, kütləsi M olan maqnit şaquli polad lövhəyə cəzb olunaraq yapışıb. Maqnitlə arasında sürtünmə qüvvəsi F sürtünmə olarsa, maqniti yuxarıya doğru bərabər sürətlə hərəkət etdirmək üçün F qüvvəsi modulu nəyə bərabər olur? Biz bilirik ki, mütləq aşağıya doğru mj qüvvəsi təsir edir və hərəkətimiz əgər yuxarıyadırsa, F qüvvəsi yuxarıya dartılıbsa, onun əksinə olan F sürtünmə qüvvəsi də mövcuddur. Əgər bizdən F sürtünmə qüvvəsini soruşur, daha doğrusu F qüvvəsini soruşursa, biz necə demişdik? Demişdik ki, bir tərəfin qüvvəsi o biri tərəfin qüvvəsi ilə bir-birinə bərabər olmalıdır ki, onlar bir-birini kompensasiya eləsin. Onda biz yaza bilərik ki, F bərabərdir F sürtünmə üstə gəlinsin mj-yə. Yəni o tərəf bu tərəfin cəminə bərabər olmalıdır. Ona görə də cavab olur C variantı. 49. 49-da isə F qüvvəsini soruşur, amma nəyi nəzərə alacaq? Baxırıq ki, burada mj aşağıya olur,
F aşağıyadırsa onda F sürtünmə yuxarıya doğrudur. Onda bizdən F'i soruşursa onda nə olur? F sürtünmə buna bərabər olacaq. Onda biz yazacağıq ki, F sürtünmə bərabərdir F üstə gəlinsin mj'yə. Amma bizdən F qüvvəsini soruşur deyə F bərabər olacaq. F sürtünmə çıxılsın mj'yə. O da bizdə olur. Hansı variant? A variantı. 50. Üfüqi müstəvidə bərabər sürətlə fırlanan disk üzərindəki cisim diskə nəzərən sükunətdədir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsinin istiqamətini təyin edin. Biz demişdik ki, qüvvə hansı istiqamətdə yönəlir? Təcil istiqamətində yönəlir və çevrədə təcil hansı istiqamətdə yönəlirdi? Çevrənin mərkəzinə doğru. Ona görə də təcilin istiqamətini götürürük. Cavab olur D variantı. Yəni 4. 51. 51'də də eyni şəkildə bizdə qüvvənin istiqamətini soruşur deyə mərkəzə doğru 3 nöqtəsini götürəcək, olacaq D variantı. 52. Sürtünmə qüvvəsinin təzyiq qüvvəsindən asılılıq diaqramı verilmişdir. Bizdə nəyi soruşur? Mü-nü soruşur. Mü nəyə bərabər idi? F sürtünmə bölünsün F təzyiq qüvvəsi. Biz bilirik ki, buradan xətt çəksək, 1 və 2 nöqtəsi eyni bir qrafik üzərindədir deyə onlar həmişə bir-birinə bərabər olacaq. Yazacağım mü1 bərabərdir mü2-yə. İndi aralarında əmələ gələn alfa bucağı. Biz dedik ki, F sürtünmənin F təzyiqə olan nisbəti bizə tangens alfanı verir. Deməli, hansının bucağı daha böyükdürsə, həmin onun qiyməti, yəni müsü böyük olacaq. Hansının bucağı daha kiçikdirsə, onun tangensi daha kiçik olur, yəni mü'nün qiyməti kiçik olur. Baxırıq ki, 3, yəni 3 keçən qrafik daha böyük tangens alfası olduğuna görə, yəni alfa bucağı olduğuna görə müsü də daha böyük olur. Ona görə də götürürük böyükdür mü 3, yəni B variantı. 53. Eyni şəkildə sürtünmə əmsalını bizdən soruşur. Qrafikləri çəkəndə görürük ki, 1 və 2 eyni qrafik üzərində olduğuna görə mü də bərabərdir F sürtünmə bölünsün F təzyiq qüvvəsi və bizdə mü bərabərdir tangens alfa deməkdir. Hansının bucağı daha böyükdürsə, onun tangens alfası daha böyükdür deməkdir. Yəni müsü böyükdür. Burada mü1 bərabərdir mü2-yə və bizdə də bucağa baxsaq 1 və 2, yəni eyni qrafikdə olduğuna görə həmin onun tangens alfası böyükdür və böyük olduğunu nəzərə alaraq bu şəkildə yazırıq ki, böyükdür mü3, yəni olur B variantı. 54. 4 kub şəkildəki kimi qoyulmuşdur. Bütün kublar və kubla müstəvi arasında sürtünmə əmsalı mü olarsa, aşağıdakı kuba dartıb çıxarmaq üçün söhbət bu kubdan birinci kubdan gedir. Çıxartmaq üçün minimal qüvvə nəyə bərabər olmalıdır? Baxırıq, F qüvvəsini dartmaq üçün bizə geriyə doğru sürtünmə qüvvəsi təsir edir. Birincini baxsaq, baxın, bir geriyə doğru cisim, həmin o M kütləli cisim və səth arasında, bir də M kütləli cisimlə digər cisim arasında F qüvvələri var. F sürtünmə. Yazıram F sürtünmə. Bunu bir kənardan çəksək. Deməli, F dartı ilə mən sağa doğru dartıram və bunun sola doğru bir qüvvəsi olacaq. Yuxarısında da bir dənə qüvvəsi olacaq. Düzdür? Mən onları ayrı-ayrılıqda çəkdim. Deməli, baxırıq ki, burada mj qüvvəsi var. Amma M-ləri dəyişir. M-ləri dəyişirsə saymalıyıq ki, üzərində neçə dənə M varsa o qədər dəyişir. Onda sola doğru olan birinci 1, 2, 3, 4 dənə. 4 mj'dir. Yuxarıdakı isə bu 1, 2, 3 dənə mj'dir. 3 mj. Biz də demişdik ki, sola doğru hansı qüvvə nə qədərdən dartılırsa, sağdakı da bir-birini kompensasiya etmək üçün bir-birinə bərabər olmalıdır. Onda sağa doğru F qüvvəmiz də bizim ikisinin cəmi, yəni 4 üstəgəl 3 olacaq 7 mj'yə. Eyni şəkildə burada da bizdən nəyi soruşur? Soruşur ki, qüvvə nəyə bərabər olar? Deməli, sola doğru 1, 2, 3 dənə 3 mj'dir. Burada isə sola doğru sürtünməyə görə 2
mg'dir. Onda sağa F qüvvəsi olacaq 5 mg'yə. Yəni cavab olur A variantı. 56. 56-da da həmçinin biz proyeksiyalara ayırmalıyıq. Bilirik ki, əgər bucaq altında, üfüqi müstəvidə müəyyən bir bucaq altında təsir edən qüvvə varsa, onu mütləq toplananlarına ayırırıq. Biri belə, bir də belə. Sonra biz bilirik ki, bir cismə mütləq şəkildə aşağıya doğru mg qüvvəsi təsir edir. Təbii ki, mg'nin əksi istiqamətində n reaksiya qüvvəsi təsir edir. Sonra əsaslarını yazdıq. İndi gəlin o ifadələri yazsaq. Məsəl üçün, burada baxın, F, bunu yuxarıdan yazım. Biz demişdik, Y oxu istiqamətində olan nəyə bərabərdir? F sinus alfaya. Üfüqi səth üzərində, yəni X oxu istiqamətində olan nəyə bərabər idi? F kosinus alfaya. Yaxşı, bunun da istiqamətlərini başqa rəngdən işarələyim ki, istiqamətlərini seçə bilək. Deməli, bunun istiqaməti ilə mg'nin istiqaməti eyni istiqamət olur. Əgər istiqamətləri eynidirsə, onların əksinə bizdə nədir? Reaksiya qüvvəsidir. Yəni, n bərabərdir onda F sinus alfa üstəgəlinsin mg. Bu bizim olur reaksiya qüvvəmiz. İndi baxırıq ki, biz buradan təcili necə tapa bilərik? Niyə görə? Çünki bizdən nəyi soruşur? Təcili soruşur. Aha. Bizim də təcilimiz hansı istiqamətdədir? Onu təyin eləmək üçün baxırıq ki, qüvvəmiz yuxarıdan sağa doğru istiqamətlənir. Yəni, MA-mız sağa istiqamətdədir. Yazıram MA-mız. Yaxşı. Əgər biz MA-mızı biliriksə, onda necə təyin eləyəcəyik? Biz demişdik ki, əgər biz hərəkət istiqamətini biliriksə, hərəkət istiqamətində, yəni MA varsa, mütləq MA bərabərdir. Bunun rəngini də başqa yazacağım. Məsələn, bu rəngi yazacağım. Bunun istiqaməti bu tərəfdir. Hərəkətimiz sağa istiqamətdədir, yəni MA-da sağadır. Bunlar da eyni istiqamətdədir və hərəkət sağa tərəfdirsə, mütləq üçüncü bir sürtünmə qüvvəmiz var ki, onu da nə rəngdən işarə edeyim? Sarı rəngdən işarə edirəm. Sürtünmə qüvvəsi də hərəkətin əksinə yönəlib. F sürtünmə qüvvəsi. Onda biz buradan belə bir nəticə çıxardırıq. Bütün qüvvələrin hamısını qeyd etdiksə yazıram. MA bərabərdir. Sağa tərəfdə MA. Sağa tərəf olan istiqamətdə hərəkət, yəni F kosinus alfa çıxılsın. MA ilə eyni istiqamətdə olan hansı idi? F kosinus alfa. F kosinus alfa çıxılsın. Onun əksinə olan F sürtünmə. F sürtünmə də nəyə bərabərdir? Mü n-ə. Yazıram. MA bərabərdir. F kosinus alfa çıxılsın mü n. MA bərabərdir. F kosinus alfa çıxılsın mü. N-i də tapmışam. Baxın, gətirib yerinə yazıram. Mü n. F sinus alfa üstəgəlinsin mg. Mən indi nəyi tapmalıyam? Təcili məndən soruşur. Onda A nəyə bərabər olacaq? Böyük bir mötərizə açacağım. Kosinus alfa çıxılsın M. F sinus alfa üstəgəlinsin mg bölünsün M-ə. Baxırıq cavablarımızda. Deməli, yuxarıdadır yəqin ki. Cavabımız olacaq Y variantı. F kosinus alfa çıxılsın mü mg üstəgəlinsin F sinus alfa bölünsün m. Bu da belə. 57. Üfüqi səth üzərindəki 20 kiloqram kütləli cisim üfüqlə 30 dərəcəli bucaq təşkil edir. 100 Newton qüvvə ilə dartılır. Cisimlə səth arasındakı sürtünmə misalını verib bizə cismin aldığı təcili hesablayın. Gəlin əvvəlcə şəklini çəkək. Belə bir səthdir. Və bizə deyir ki, üfüqi səth üzərində 30 dərəcə, bu tərəfə 30 dərəcə. 30 dərəcəli bucaq altında 100 Newton qüvvə dartılır. Yaxşı, 100 Newtonla dartılır.
Onda biz bunu toplananlarına yine ayırmalıyıq. Bir dənə olacaq bu tərəfə doğru qüvvə, bir də olacaq bu tərəfə doğru. Biz dedik ki, y oxu istiqamətində olan f sinus alfadır. F sinus alfadır. F sinus alfanın da f'imiz 100'dür. Sinus da 30 dərəcədə 0,5'dir. Onda yazıram burada f sinus alfa bərabərdir. 100 vurulsun 0,5, o da bərabərdir 50 Newton. Yazdım bura 50 Newton. Sağa doğru isə f kosinus alfadır. F kosinus alfa. O da bərabərdir. F kosinus alfa bərabərdir. 100 vurulsun. Kosinus 30 dərəcə 0,85'dir. Onu da vuranda eləyir 85 Newton. Yazıram 85 Newtondur. Aşağıya doğru mc qüvvəsi təsir eləyir. M'imiz kütləmiz 20'dir. R'miz də 10'dur. Yəni 200 Newton qüvvə təsir eləyir. Bunu da qeyd elədik. İndi bilirik ki, əgər yuxarıya doğru baxsanız, yuxarı olanları eyni rəngdə eləyim ki, seçə bilək. Yuxarıya doğru 50 Newtondur. Sonra bir dənə də bunu başqa rəngdən yazacağım. Qara rənglə məsələn. Aşağıya doğru 200 Newtondur. Əgər yuxarıya 50'dirsə, aşağıya doğru 200 Newtondursa biz reaksiya qüvvəsini tapa bilirik. Tapa bilirik. Niyə? Reaksiya qüvvəsi 200 Newton çıxılsın 50 Newton, yəni 150 Newton eləyir. Niyə? Çünki yuxarı qüvvələr aşağıları kompensasiya eləməli, yəni bir-birinə bərabər olmalıdır. Onda biz reaksiya qüvvəsində tapdıq ki, reaksiya qüvvəsi bərabərdir 150'yə. Biz N-i reaksiya qüvvəsini tapmışıq. Digər qüvvələri tapmışıq. Hərəkətimiz sağa doğrudur. Niyə? F qüvvəsi ilə sağa doğru dartılırdı 100 Newton qüvvə ilə. Amma sağa istiqamətimiz, onu da nə ilə işarə eləyək? Yaşılla. Sağa doğru 85 Newtondur. Onda F sürtünmə qüvvəsini buradan tapa bilərik. Necə tapacağıq? Yazıram F sürtünmə bərabərdir mü vurulsun N-ə. Mü'müz 0,1'dir. Vururam. N'imizi də tapmışıq yuxarıda 150. O da bərabərdir. 0,1'i 150'yə vuranda eləyir 15 Newton. Deməli, sola doğru da 15 Newton F sürtünmə var. 15 Newton. Sağa 85, sola F sürtünmə 15 Newtondur. Onda biz MA qüvvəsinin, yəni hərəkətin qüvvəsini tapa bilirik. Necə tapırıq? Gözləyim, buradan bir dənə yer eləyək. MA, bunu qırmızı ilə yazacağım. MA bərabərdir. Hərəkət sağa tərəfdirsə, biz demişdik hərəkətimiz sağa istiqamətlidir. Hərəkət sağa istiqamətlidirsə, sağ tərəfdə olan istiqamətli qüvvə, yəni elə qiymətini yazacağım. 85 Newton çıxılsın. Əks istiqamətdə olan sürtünmə bərabərdir. Çünki biz MA-nı tapmaq istəyirik. Eləyəcək 70 Newton. Bizdə isə nəyi soruşur? Təcili soruşur. Təcil də bərabərdir. F bölünsün. Bura F yazıram. F bölünsün M-ə. 10 bölünsün. M kütləmiz nə qədərdir? 20. Sıfırlar ixtisara gedir. 7'ni də böləndə 2'yə eləyir 3,5 metr böl saniyə kvadratı. Cavab olacaq C variantı. Əsas bizim burada diqqət eləməli olduğumuz, ona görə rəngli qələmlərlə yazdım ki, əsas diqqət eləməli olduğumuz qüvvələrin istiqamətlərini bilməkdir. Qüvvənin istiqamətlərini təyin edəndən sonra həll eləmək o qədər də çətin olmayacaq. 58, buraları biraz boşaldaq. 58. Avtomobilin S-tormoz yolunun V0 başlanğıc sürətindən asılılıq diaqramı hansı nöqtəsi F tormozlayıcı qüvvənin ən böyük qiymətinə uyğundur? Bunu təyin eləmək üçün biz S-in öz düsturunu, yenə ən baş düsturunu yazacağıq. S bərabərdir V0 kvadratı bölünsün 2A-ya. Hər iki tərəfini yenə M-a vururam. M V0 kvadrat. Mən niyə hər dəfəsində V0 yazıb bölürəm 2A-ya? Çünki bunu bir dəfəlik olaraq bir mənalı yadınızda saxlayasınız ki, ondan sonra
Hardan tapılır, necə tapılır yadınızda olsun. Mən bir dəfəlik götürüb düsturu yazsam, təbii ki, siz onu əzbərləmiş olacaqsınız, amma fizika əzbəri sevmir. Yazıram 2m a-ya. O da bərabərdir m v0 kvadratı bölünsün 2f sürtünmə. Bizdən də nəyi soruşur? Deyir ki, f'in, onda f'i yazacağım. F bərabərdir, yerləri dəyişir. M v0 kvadratı bölünsün 2s tormos yolu. Deyir, F tormozlayıcı qüvvənin ən böyük qiyməti. Ən böyük qiyməti olmağı üçün buradakı hərfi görmürük. V0'dır. Hə. V0'ın ən böyük qiyməti olmalıdır. S-in ən kiçik qiyməti olmalıdır. Deməli, V0'ın ən böyük qiyməti bura uyğun gəlir. S-in isə ən kiçik qiyməti bura uyğun gəlir. Yəni, onların kəsişmə nöqtəsi olur 2 nöqtəsi. 59. Deməli, burada isə deyir bizdə eyni şəkildə sadəcə V0'ın ən böyük. Ona görə biz tormuz yolun düsturunu yenidən aşağıda da yazacağıq. Yazırıq S tormuz yolu bərabərdir M V0 kvadratı bölünsün 2F sürtünmə. Bizdən nəyi soruşur? V0'ı soruşur. Onda V0'ı yazsam kök altında 2FS vurulsun S tormuz yolu bölünsün. Bunu biraz büyük yazım. Bölünsün M. Yaxşı. İndi bizdən ən böyük qiymətini soruşursa, baxırıq ki, S-in F-dən asılılıdır və ikisi də surətdədir. Əgər surətdədirsə, deməli, hər ikisinin ən böyük qiyməti olmalıdır ki, yəni bir nöqtəsi olmalıdır ki, həmçinin də V0'ın ən böyük qiyməti onu nəzərə ala bilək. 60. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə tormuz yolunun verilmiş cismin başlanğıc kinetik enerjisinin asılıq qrafikini təyin edin. Biz indi də düsturunu təzədən yazacağıq. S tormuz yolu nəyə bərabər idi? V0 kvadrat bölünsün 2a-ya bərabər idi. Hər iki tərəfi yenə vurdum. M V0 kvadratı 2m a-ya. O da dedik ki, M V0 kvadratı bizə kinetik enerjini verdi. Kinetik enerjinin F-ə olan nisbəti F-ə olan nisbətinə bu niyə belə oldu? Deməli, biz də burada baxırıq nəyə? S-lə kinetik enerji necə mütənasibdir? Düz mütənasib asılıdır. Düz mütənasib asılıdır deyə cavabımız olacaq A variantı. Sonra 60 bitdi. 61. 61'də deyilir, şaquli dəmir lövhə üzərində olan 0,5 kq kütləli maqniti bərabər sürətlə hərəkət etdirmək üçün ona F qüvvəsi təsir edir. Biz yazırıq F qüvvəsi 5 Newtondur. Və deyir ki, maqnitin dəmirlə sürtünmə əmsalı 0,25-dir. Maqniti lövhəyə sıxan qüvvəni tapın. Əgər maqniti lövhəyə sıxan bir qüvvə varsa, F təzyiq qüvvəsi, məsələn, sıxan qüvvə və yaxud da deyə bilərik, varsa, onun əksinə yönələn bir qüvvə var ki, bu da reaksiya qüvvəsidir. Yəni, biz əlimizi səthin üzərində qoyanda bizim əlimizə cisim, əgər bir əlimizi qoymuşuqsa masanın üzərinə, əlimizə doğru reaksiya qüvvəsi təsir olunur. Və biz bunu N hərfi ilə işarə elədik. Əgər F qüvvəsi 5 Newtondursa, bilirik ki, cismin özünün də mg'si var. Mg'si də baxırıq, m'imiz 0,5-dir, j'imiz 10'dur. Demək ki, 5 Newtonda onun mg'si var. Hərəkət üzü aşağıya doğrudur. 10 Newtondandır və hərəkətin əksinə F sürtünmə qüvvəsi təsir edir. F sürtünmə qüvvəsini də tapmaq üçün bilirik ki, F sürtünmə qüvvəsi aşağıya doğru olan 2 dənə qüvvənin cəminə bərabərdir. Yəni 10 Newtona bərabərdir. Biz tapdıq ki, F sürtünmə bərabərdir 10 Newtona və F sürtünmə qüvvəsinin düsturu mü N-ə bərabərdir. Bizə mü-nü verib, onda biz N-i tapa bilirik. Bəli, N bərabərdir F sürtünmə bölünsün mü-yə. F sürtünməmiz 10'dur. 10 bölürük 0,25'ə. Deməli, 0 ilə 0 gedəcək, qalacaq
110, onu da vuracaq 4-ə, eləyəcək 40 Newton. Aha, biz nəyi tapdıq? Reaksiya qüvvəsini. Amma bizə orada deyilir ki, siz tapmalısınız maqniti lövhəyə sıxan qüvvəni. Onda biz təyin elədik ki, maqniti lövhəyə sıxan qüvvə elə bizə reaksiya qüvvəsini vermiş olur. Bəli, onda tapdığımız elə reaksiya qüvvəsi bizim cavabımız sayılacaq. Eyni şəkildə 62-yə də baxırıq. 62-də deyilir, aşağıya doğru baxın. MJ'si var. Yazıram. 0,5, 10, yəni 5 Newton. Yuxarıya doğru 10 Newton var. Sonra mühsün verib 0,25. Eyni şəkildə biz F qüvvəsini tapmağımız, N reaksiya qüvvəsini tapmağımız deməkdir. Onlar bir-birinə bərabərdir. İndi bizdən nəyi soruşur? Yenə də sıxanı, yəni reaksiya qüvvəsini soruşur. Onda hərəkət üzü yuxarıya doğrudursa, biz sürtünmə qüvvəsini hansı istiqamətdə verəcəyik? Hərəkətin əksi istiqamətində, yəni F sürtünmə üzü aşağıya doğrudur. Yuxarıdakı qüvvə bərabərdir aşağıdakı qüvvələrə. Onda biz yazırıq ki, F bərabərdir mr üstə gəlinsin F sürtünmə. O da oradan da çıxır ki, F neçədir? 10 bərabərdir mr 5 üstə gəlsin F sürtünmə. Onda F sürtünmə də bərabərdir 5 Newtona. Və biz F sürtünməni tapdıq ki, 5 Newtondur. Onda F sürtünmənin öz düsturu nəyə bərabərdir? Mü N-ə bərabərdir. Mü-nün qiyməti verilib 0,25. N-i də tapmaq üçün 5-i böləcəyik 0,25-ə. O da bərabər olacaq. Deməli, bayaqları biz mü onu bölmüşdük 0,25-ə. N-i də 5-i böləcəyik deyə eləyəcək 20 Newton. Cavab olur C variantı. 63. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə deməli S tormoz yolunun kütlədən asılılığını bizim S tormoz yolunun düsturu nəyə bərabər idi? V0 kvadrat bölünsün 2A-ya, yəni kütlədən asılı deyil. 64. Burada da tormoz yolunun tormoz müddətinin daha doğrusu kütlədən asılılığını, o da V0 bölünsün A-ya bərabərdir. Tormoz müddəti kütlədən asılı deyil. Cavab olur Y variantı. 65. Üfüqi müstəvi üzərində hərəkət edən cismə onun sürəti istiqamətində, baxın, sürəti istiqamətində yönəlmiş sabit dartı qüvvəsi təsir edir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olarsa, əgər F dartı böyükdürsə, F sürtünmədən bu hərəkət necə hərəkət olurdu? Bərabər yeyinləşən hərəkət olurdu. Burada isə deyir, dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Əgər F dartı qüvvəsi F sürtünmə qüvvəsindən kiçikdirsə, hərəkət bərabər yavaşlayan hərəkət olur. 67. Deməli, kütləsi verilib və bizdən sürtünmə qüvvəsini soruşur. Baxırıq. Kütləsi verilib, dartı qüvvəsi verilib və deyir ki, sürtünmə qüvvəsini hesablayın. Bilirik ki, MA bərabərdir. Dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxanda biz MA-nı tapırıq. Çünki istiqaməti elə təyin edirdik. F dartı çıxılsın, F sürtünməyə bərabərdir. Bizdə isə M A-mızda var. M-i vururuq A-ya. Neçə eləyir? 20 vurulsun, yazıram. 20 vurulsun 0,5 bərabərdir. F dartımız 16 çıxılsın F sürtünməyə. 20-ni vururuq, 10-da 5-ə eləyir. 10 bərabərdir. 16 çıxılsın F sürtünməyə. F sürtünmədə bərabərdir 6 Newtona. Yəni cavab edir A variantı. 68. Üfüqi müstəvidə fırlanan disk sükunətdə qalan eyni kütləli, baxın, kütləsi eyni deyir. Kütləsi eyni deyir və F nisbətlərini, sürtünmənin nisbətini istəyir bizdən. F sürtünmə nəyə bərabər idi? F bərabərdir MA-ya. MA-nı nəzərə alaraqdan biz A-nın disklə bağlı bir düsturunu xatırlamalıyıq. Hansı düsturu? Əgər diskdən söhbət gedirsə, biz bilirdik ki, bizdə omeqalar sabit idi. Yəni, həm bir nöqtəsində, həm iki nöqtəsində, baxın, belə bir disk çəksəm, həm bir nöqtəsində, həm iki nöqtəsində omeqaları sabit idi. Deməli, M omega kvadratı R düsturundan istifadə edə bilərik. Və niyə görə bunu nəzərə alırıq? Eyni kütlədir, yəni kütlələri sabitdir. Eyni
omeqalar, yəni bucaq sürətləri sabitdir. Onda f r-lə necə mütənasibdir? Düz mütənasibdir. Onda f2 bölünsün f1 bərabərdir. R2 bölünsün R1 nisbətini götürə bilirik. Bəli, götürə bilirik. Onda yazıram f2 bölünsün f1 bərabərdir. R2-miz nə qədərdir? 2r bölünsün R1-imiz r-dir. İxtisara gedir, qalır cavab 2. Bizdən də f2-nin f1-ə nisbətini soruşur. Ona görə də cavab olur D variantı. 69. Yenə də eyni kütləlidir və diskdən söhbət gedirsə, omeqaları sabitdir. Onda yenə də biz nisbətlərini götürə bilirik. Hansı düsturla onu da yazaq. F bərabərdir m omega kvadratı r. Düz mütənasibliyini nəzərə alaraq f2-nin f1-ə nisbəti, f2-miz baxırıq 3r-dir. F1-imiz isə, daha doğrusu R1-imiz isə R-dir. R-lər ixtisara gedir, cavab qalır 3. Cavab eləyir A variantı. 70. 70-də də nisbəti yazacaq, yəni düsturunu yazıb, oradan toqquşmaları götürməliyik. S tormuz yolu bərabərdir. V0 kvadratı bölünsün 2A-ya. Yenə də M-ə vuracam, yazacam M V0 kvadratı bölünsün 2A-ya. M V0 yazsam ayrı-ayrılıqda, mənə, burada M-də yazım, mənə nə gəlib yazır? Yazır P V0 bölünsün 2F-ə. Bizdən də S sürtünmə qüvvəsini soruşur. S və P-ni verib, onda F sürtünmə nəyə bərabər olurdu? P V0 bölünsün 2S tormuz. Deməli, bizdən ən böyük qiymətini deyir deyə, nəyin böyük qiymətini? P0-ın böyük qiymətini götürəcəyik ki, böyük olsun F. S-in isə kiçik qiymətini götürməliyik. Baxırıq, P-nin böyük qiymətləri burada uyğun gəlir. S-in kiçik qiymətləri isə bura uyğun gəlir. Toqquşması isə eləyir 5. Sonra, eyni şəkildə 71-də də elə bu düsturdan istifadə edəcəyik və bizə bu dəfə isə impulsu istəyir. Onda impulsun qiymətini buradan çıxardırıq. Baxın, bu düsturdan çıxardacağıq. Onda P0 nəyə bərabər olacaq? P0 bərabər olur 2 F sürtünmə vurulsun S tormuz yolu bölünsün V0. Yaxşı. Bizdən nəyi verib? Deyir, ən böyük qiymətini soruşur. Onda S-in qiyməti böyük olmalıdır. F-in də qiyməti böyük olmalıdır ki, onun qiyməti, yəni impulsun qiyməti böyük olsun. Deməli, S-in böyük qiyməti bura uyğun gəlir. F-in də böyük qiyməti bura uyğun gəlir. Toqquşmalar da eləyir 4 nöqtəsi, yəni D variantı. 72. Eyni şəkildə burada da tormuz yolu verilib. S tormuzun düsturunu təzdən yazırıq. Tormuz yolu bərabərdir P0 V0 bölünsün 2F. Deməli, bizdən isə nəyi soruşur burada? Deyir ki, sürtünmənin ən kiçik qiymətini təyin eləyin. Onda təyin eləyək. F sürtünmə bərabərdir P0 V0 bölünsün 2S tormuz yolu. Ən kiçik qiyməti olması üçün S-in ən böyük qiyməti olmalıdır. P0-ın ən kiçik qiyməti olmalıdır. P0-ın ən kiçik qiyməti, bu 5 yəqin ki ortada olmalıymış, burada olmalıymış. Ən kiçik qiyməti bura uyğun gəlir. P0-ın ən kiçik, daha doğrusu, biz bunu tərs yazdıq, bir dəqiqə. P0-ın ən kiçik qiyməti uyğun olur, bura uyğun gəlir. S-in isə ən böyük qiyməti bura uyğun gəlir. Ona görə də cavab olur 2, yəni D variantı. 73. Tormuz yolunun verilmiş cismə təsir edən sürtünmə qüvvəsi eyni şəkildə bizin impulsunu soruşur. İmpulsunu da tapmaq üçün necə tapmışdıq? Yazmışdıq S bərabərdir. S tormuz yolu bərabərdir. V0 kvadratı bölünsün 2A-ya. Bizdən də F sürtünməni soruşur. S tormuz yolu bərabər idi. M-a vursam hər tərəfin M V0 kvadratı bölünsün 2 M-A-ya. O da bərabər idi. M V0 kvadratı bölünsün. Bizdən impulsu soruşur. Bölünsün 2F. Baxırıq, bizdən impulsu soruşduğuna görə yazacağıq ki, onda P0-da nəzərə almalıyıq. Amma P0-ı nəzərə almaq üçün yenədən M-a vurmaq lazımdır. Onda
m kvadratı v0 kvadratı bizə verəcək p0 kvadratı bölünsün 2m f sürtünməyə. Bizdə isə deyir ki, S tormuz yolu ilə f sürtünmənin p-yə görə asıllığını tapın. Onda p-nin qiyməti bərabər idi 2mf sürtünmə vurulsun S tormuz yolu. Yəni ikisi ilə də düz mütənasib asılıdır. Onda hər ikisinin ən kiçik qiymətini soruşursa, hər ikisinin ən kiçik qiyməti bizə verəcək impulsun ən kiçik qiymətini. Yəni A variantı. 74. 74'te deyilir ki, ayrı-ayrılıqda sükunətdə olan eyni kütləli tirciklər təsir edən deməli kütləli tirciklər verilib və təsir edən dayağın reaksiya qüvvəsi ilə arasında hansı münasibətin doğru olduğunu təyin etməliyik. Məsəl üçün, gəlin ifadə eləyək, hamısını bilirik ki, mütləq şəkildə aşağıya doğru NMJ təsir eləyir. Aşağıya doğru onların kütlələri eyni kütləlidir deyə mən məsələn verirəm 5 kiloqram. Olsun 5 kiloqram. 5'i də vuranda olacaq 50 newton. 50 newton, hamısı da 50 newtondur. Və F qüvvələrini də hamısını standart olaraq verirəm 20 newton. Deməli 20 newton da budur. Bu da 20 newtondur. Amma müəyyən bir bucaq altında olduğuna görə buna əlavə olaraq toplananlarını bu şəkildə ayıracağım. Bilirik ki, bu da toplananı Y olduğuna görə, FY olduğuna görə, FY də bərabər idi bizdə F kosinus alfaya. Daha doğrusu sinus alfaya. Dəqiqə. F sinus alfaya. Onun da dərəcəsi olsun. Məsəl üçün götürsə indi neçə dərəcə? O 30 dərəcə götürək məsələn. 30 dərəcədə sinus 0,5'ə bərabərdir. Onda biz 20'ni vuracağıq. 0,5'ə. Onda 5'ə də vuranda sıfırlar ixtisara gələcək, qalacaq 10 newton. Deməli, ayrı-ayrılıqda biz qüvvələrini hesablasaq, nəyi hesablayırıq? Baxın, eyni istiqamətləri yenə göstərirəm. Biz reaksiya qüvvəsini hesablamaq istəyirik. 50 newton aşağıdır. Bura yazıram 50. Burada 10 tapdıq. 10. Aşağıya doğru biz indi axtarırıq nəyi? Reaksiya qüvvəsini. Aşağıya 50. Yuxarıya 20. Aşağıya 50. Yuxarıya bu sağadır. Heç bir əlaqəsi yoxdur. Onu da tapacağıq ki, neçədir? Burada n yazıram. İndi bir sağ tərəfdə yazıram. Birinci üçün aşağıya doğru 50. Bir dənə də aşağıya doğru 10'dursa, reaksiya qüvvəsi nəyə bərabər olacaq? İkisinin cəminə, yəni 60 newtona. İkinci, aşağıya doğru 50, yuxarıya doğru 20 newtondur. Onda reaksiya qüvvəsi yuxarıya doğru olacaq. Reaksiya qüvvəsi nəyə bərabər olmuş olur? 30 newton. Üçüncü, heç bir əlaqəsi yoxdur. Heç bir əlaqəsi yoxdur, çünki sağa doğru qüvvə ilə təsir. Ona görə də aşağıya hansı qüvvədirsə, yuxarıya da eyni qüvvə olacaq. Aşağıya olan 50 newton, yuxarıya olan 50 newtona bərabər olacaq. Bu da bərabərdir 50 newtona. Onda sıralamanı yazsaq qiymətlərinə görə. Birinci 60 newtondur. N1 böyükdür. N3'dən böyükdür. N2'dən. Yəni cavab olur D variantı. 75. Bu yine dondu. %75'te deyilir kütlesi verilib və F dartı qüvvəsi var. Deyir ki, müsü 0,5'ə bərabərdir. Gəlin birinci bunun F sürtünmə qüvvəsini tapaq. F sürtünmə qüvvəsi nəyə bərabərdir? Mü mJ'yə bərabərdir. Mü'müz 0,2 vurulsun. M'miz 5 vurulsun 10'a. O da bərabərdir 10 newtona. Biz sürtünmə qüvvəsini tapdıq ki 10 newtondur. Bizdə dartı qüvvəmiz də həmçinin 10 newtondur. Əgər F sürtünmə bərabərdirsə F dartı, bu hərəkət bərabər sürətli hərəkətdir. Deməli biz qrafikdə tapmalıyıq nəyi? Bərabər sürətli hərəkət qrafikini. Amma bizdə həm B variantında, həm də Y variantında ona uyğun olan qrafiki verilib. Sadəcə diqqət eləməliyik ki, V0'ımız X oxu ilə eyni istiqamətdir deyə cavab olacaq B variantı. 76. 76'da da həmçinin birinci F sürtünmə qüvvəsini tapmalıyıq. O da bərabərdir mü mJ'yə. Hesablasaq mü'müz 0,4 vurulsun 4
vurulsun R'miz də 10. O da bərabərdir 16 Newtona. Dartı qüvvəmiz isə 10 Newtondur. F dartı qüvvəsi kiçikdirsə F sürtünmə qüvvəsindən, demək ki, hərəkət bərabər yavaşlayan hərəkətdir. Bu da ya A variantına ya da D variantına uyğun gəlir. Baxırıq biz hərəkətin istiqamətinə. Əgər V0 x oxu istiqamətindədirsə, onda bizim hərəkətimiz olacaq x oxu istiqamətində. Yəni A variantı hərəkətin bərabər yavaşlayan növü. 77. 77 deyir ki, cisim üfüqi səth üzərində hərəkət eləyir. 20 Newton qüvvənin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edir. Əgər sağa doğru 20 Newton qüvvə ilə təsir etsə, deməli F sürtünməsi olacaq 20 Newton. Niyə? Çünki düzxətli bərabər sürətlə hərəkət edir. Aha, indi deyir ki, əgər bu təsir ilə cisim 2 metr bölü saniyə təcillə düzxətli bərabər yeniləşən hərəkət edərsə, hansı qüvvə bizə neçə qüvvə təsir etmiş olmalıdır? Onun üçün tapmalıyıq ki, demək bizim əgər F sürtünmə qüvvəmiz eynidirsə, deməli eyni şəkildə də burada saxlayacaq. F sürtünmə bərabər olacaq 20 Newtona. Biz də bilirik ki, əgər sağa doğru hərəkətimiz varsa, onda EMA-mız yazılır ki, həmişə eyni istiqamətdə olan F dartı qüvvəsi, yəni istiqamətləri eynidir deyə çıxılsın. Onun əksinə olan F sürtünmə qüvvəsi. EMA-nın qiymətini yerinə yazıram. M-imiz 5-dir. A-mız 2-dir. Bərabərdir. F dartı qüvvəmizin qiymətini axtarırıq. Çıxılsın F sürtünməmizdə verilib, tapmışıq 20. 10 bərabərdir F dartı çıxılsın 20-yə. Oradan da F dartını tapa bilirik ki, 30 Newtona bərabərdir. Cavab olur C variantı. 78. 78-də deyilir, cisimlər sabit F qüvvəsinin təsiri ilə üfüqi səth üzərində bərabər sürətlə hərəkət edir. Cisimlər birləşdirən ip kəsildikdən dərhal sonra cisimlərin aldıqları təcili təyin edək. Bizə burada qüvvələrin qiymətləri verilməyib, amma biz özümüzdən burada qüvvəyə qiymət verə bilərik. Məsəl üçün, bərabər sürətli hərəkətdən söhbət gedirsə, demək ki, dartılan bu qüvvə, məsəl üçün 20 Newton qüvvə ilə dartırsa, 2 dənə də cismi dartdı. Onların sürtünmələri ayrı-ayrılıqda nə qədər olacaq? Bunun sürtünməsi 10 Newton olacaq, bunun sürtünməsi isə 10 Newton olacaq. Əgər biz bu cisimlərə baxsaq, deyirik ki, bəli, sol tərəfə istiqamətlənmiş qüvvələrin cəmi sağ tərəfdəki qüvvənin cəminə bir-birinə bərabərdir. Bəli, əvəzləyici qüvvəsi sıfıra bərabər oldu və hərəkəti də bərabər sürətli olduğunu təsdiqlədik. Onda biz ayrı-ayrılıqda qüvvələrə baxsaq, baxıram ki, əgər mən 1 və 2-nin arasından ipi kəssəm bu şəkildə, mən ipi kəssəm, onda onu sağa doğru dartan qüvvə olacaq, olmayacaq. Deməli, iki cismi ancaq F qüvvəsinin, F sürtünmə qüvvəsinin istiqaməti ilə baxın, sola doğru hərəkət eləmiş olacaq F sürtünmə. Axı buradan ipi kəsmişəm mən, ona görə sağa hərəkətə olmayacaq. Əgər ipi kəsilib sola doğru hərəkət edirsə, biz tapdıq ki, A2 cismi, daha doğrusu ikinci cismin təcili hansı istiqamətdə olacaq? İkinci cismin təcili sola doğru olacaq. Deməli, bu qalır, bu getdi, bu getdi, bu getdi. 2 dənə variant. Aha, sola doğru olacaq. Bəs birinci cismə baxsaq, birinci cismin sol tərəfini kəsmişəm, onu sola doğru 10 Newton qüvvə dartırdısa, sürtünmə qüvvəsi sağa doğru 20 Newton qüvvə. Onun əvəzləyicisini taxsam, onda 10-a bərabər olur, çünki F bərabər 20 çıxılsın 10. O da hansı istiqamətdə yönələcək? Sağa doğru yönələcək. Ona görə də birinci cisim üçün də A1 üçün də yazacağıq sağa doğru. Sıfıra yox, sağa doğru cavab olacaq Y variantı. 79. 79'a deyilir, kütləsi verilib və bu cismin F qüvvəsi verilib ki, F qüvvəsi ilə dartılır. Cisim necə hərəkət eləyir? Düz xətli, baxın, F qüvvəsi ilə dartılır, düz xətli bərabər yeniləşən hərəkət eləyir. Bu qrafikdə də bizdə verilib də V-nin T-dən asılılıq qrafikində hərəkətin bərabər yeniləşən olduğunu və F qüvvəsinin X oxu istiqamətində olduğunu təyin eləyə bilirik. Biz buradan V-ni verib bizə, T-ni verib biz buradan təcilini tapa bilirik, tapa bilirik. A-sı nəyə bərabər olacaq? 15 bölünsün 5-ə, o da bərabərdir 3-ə. Biz təcilini tapdıq. Təcili bərabərdir 3 metr böl saniyə kvadratına. Onda hərəkət sağa doğrudursa, istiqamətin təyin eləmək üçün onda biz necə yazacağıq? Yazacağıq MA bərabərdir. Onun istiqamətdə olan, axı yeniləşən hərəkətdir. MA ilə dartı eyni istiqamətdə, ona görə yazacağım. F dartı çıxılsın, F sürtünmə qüvvəsi. M-imiz var 2.
vurulsun. A'mız var 3 bərabərdir. F dartı verilib bizə 10. Çıxılsın. Biz nəyin soruşur? Sürtünmə əmsalını soruşur. Biz birinci F sürtünmə qüvvəsini tapaq. Onda F sürtünmə qüvvəsi nəyə bərabərdir? 6, 10. F sürtünmə bərabərdir 4 Newtona. Bizdən isə sürtünmə əmsalını soruşur. Onda F sürtünmə qüvvəsi nəyə bərabərdir? F sürtünmə bərabərdir mü n-ə. Mü də bərabərdir F sürtünmə bölünsün n-ə. N də bizdə mj'dir. Buradan yazsam. Görüm hardan yazım? Buradan yazım. Hə, mü də bərabərdir F sürtünmə bölünsün n. Yəni F sürtünmə bölünsün mj. F sürtünməni tapdıq ki 4. M kütləmiz 2 vurulsun ona. O da bərabərdir. 2 ilə 4 ixtisara gedəcək. Qalacaq 0,2. Cavab olur A variantı. 80. Üst-üstə qoyulmuş M1 və M2 M2 kütləli cisimlər verilib və bizə deyir ki, onlar arasında, yəni cisimlər arasındakı minimum sürtünmə qüvvəsini tapın. Sürtünmə qüvvəsini tapmaq üçün əgər sağa doğru onlara 60 Newton qüvvə ilə dartılırsa, biz təcilini tapa bilirik. Necə? Bu 60 Newton hansı kütləli cisimlər dartır? Həm M1-i, həm də M2-ni, yəni onların cəmini. Onda biz yaza bilirik F bölünsün M1 üstə gəlsin M2. F də bizdə 60-dır. Bölünsün M1 ilə də M2-nin cəmi 10 bərabərdir 6 metr böl saniyənin kvadratı. Biz təcili tapdıq ki, təcil bərabərdir 6 metr böl saniyənin kvadratına. İndi isə bu iki cismin arasında, indi buranı təmizləyim, rəngini dəyişim. Bizdən isə indi buranı soruşur ki, bu iki cisim arasında hansı qüvvə, sürtünmə qüvvəsi, minimum hansı qüvvə ola bilər? Nə qədər qüvvə ola bilər? Bunu da tapmaq üçün biz təbii ki, tapmalıyıq ki, M2 vurulsun A-ya. Axı biz onu təkcə M2-ni tapmalıyıq. M1 ilə artıq işimiz yoxdur. M2-miz də bizdə verilib 2. Təcili də tapmışıq biz 6. O da bərabərdir 12 Newton. Cavab olur Y variantı. 81. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cismə koordinatın zamandan asılılığı verilmişdir və sürtünmə əmsalını bizdən soruşur. Biz bilirik ki, A nəyə bərabər edir? Mü J-yə. Dənəmi dəyişək. Onda bizdən sürtünmə əmsalını soruşursa, mü bərabərdir A bölünsün J-yə. A-nı da biz təyin edə bilirik X-a görə. Nəyə bərabərdir? 2 bölünsün 10. O da bərabərdir 0,2. 81-də cavab eləyir 0,2. Eyni şəkildə 82-də də sürtünmə əmsalını soruşur bizdən. A-nı 0,5-i 2-yə vuracaq. A bərabərdir 1-ə. Mü də bərabərdir. A bölünsün J-yə. A-mız dedik 1-dir. Bu da 10-dur. Edə eləyəcək 0,1. 83. 83-də sabit sürtünmə qüvvəsinin təsiri ilə başlanğıc sürətlə hərəkət edən cisim tez zamanda dayanır. Sürtünmə əmsalını hesablayın. Əgər cisim dayanırsa, 4 saniyə sonra dayanırsa, demək ki, onun tormuzlama müddəti bizə verilib. T tormu 4 saniyə deməkdir. Onda T tormuz müddətini biz düsturunu yaza bilərik ki, V0 bölünsün. Nəyə bərabər idi? V0 bölünsün A-ya. A-nı da açanda biz V0 bölünsün mü J yaza bilirik. İfadələri də gətirib yerinə yazsaq, sürtünmə əmsalını düsturdan çıxarda bilirik. Mü də bərabər olur. V0 bölünsün J T tormuz. Gətirib ifadələri yerinə yazacağım. Deməli, buradan yazım. Mü bərabərdir. V0 20-dir. 20 bölünsün J 10, T 4. Bundan ixtisara gedəcək. Bundan da bu ixtisara gedəcək. Cavab qalacaq 0,5. Cavab eləyir 0,5. 84. Cismə F24 Newton dartı qüvvəsi təsir etdikdə o sükunətdə qalır. Aha, yaxşı. Bu 24 Newtondur, sükunətdə qalır. F sürtünməsi də onda 24 Newton olmalıdır ki, sükunətdə qalsın. Dartı qüvvəsini dəyişmədən cismin üzərinə eyni kütləli bir cisim qoysam, yəni yenə də F24 ilə dartanda onun sükunət sürtünməsi nə qədərdir? Əgər sükunət sürtünməsini bizdən soruşursa, eyni şəkildə F sürtünmə 24 Newton olmalıdır ki, 24 Newton olmalıdır ki, cisim sükunətdə qalsın. İstəsəniz üstünə 5 dənə cisim qoyun, istəsəniz 6 dənə, heç bir fərqi yoxdur. Sağdakı qüvvə, soldakı qüvvəni bir-biri ilə tarazlaşdırmalı, yəni bir-birinə bərabər olmalıdır. 85.
Deməli, bizdən sürtünmə əmsalını soruşur. Sürtünmə əmsalını tapmaq üçün biz birinci tormuz müddətini yazmalıyıq. T tormuz müddəti bərabərdir. V0 bölünsün A-ya. A-nı da həmçinin mü-lə asılılıq olaraq açmalıyıq. T bərabərdir. V0 bölünsün mü J-yə. Bizdən sürtünmə əmsalını soruşur. Mü də bərabərdir. V0 bölünsün J T-yə. Onda mü bərabərdir. V0 20-ni götürürəm məsəl üçün. 20, 10, 20-yə uyğun da T-ni təyin edirəm ki, 10-dur. O da bərabərdir 0,2. Cavab eləyir 0,2. 86. 86 deyilir. S verilir. Başlanğıc sürəti bizdən soruşur. S tormuz yolunun qiyməti nəyə bərabərdir? V0-ın kvadratı bölünsün 2A-ya. A-nı da açacaq. V0-ın kvadratı 2 mü J-yə bərabərdir. Bizdən isə başlanğıc sürəti soruşur. Onda V0 bərabərdir kök altında 2 mü J S tormuz yolu bərabərdir. Kök altında 2 vurulsun. Mü'nün qiymətini hansını götürürəm? 0,4 götürürəm. Amma 0,4-ə uyğun gələn qiymət 50-dir. Yazıram 0,4 vurulsun 10 vurulsun 50. Bərabərdir. Bununla 10 ixtisara getdi. 8 vurulsun. Deməli, kök altda 400, oradan da çıxacaq 20. Deməli, cavabımız eləyir 20 metr böl saniyə. Sonra 87 sürtünmə qüvvəsinin təsiri ilə eyni şəkildə T verilib, mü verilib, bizdən başlanğıc sürəti. Amma biz tormuz müddətinə görə yazacağıq. V0 bölünsün A-ya. T tormuz müddəti bərabərdir. V0 bölünsün mü J-yə. Aha. İndi gəlin indi ifadələri yazaq. V0-ı tapaq. V0 bərabərdir mü J T-yə. Qiymətləri yerinə yazıram. Mü'nün 0,4-ünə uyğun gələn qiymət 10-dur. Yazıram 0,4 vur 10 vur 10. O da bərabərdir 40. Cavab edir 40 metr böl saniyə. Yazıram 40. 88. 88-ə deyilir, üfüqi müstəvidə sabit dartı və sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən M bərabərdir 4 kiloqram kütləli cisim var. Və deyir ki, cismə təsir edən sürtünmə qüvvəsi 20 Newtondursa, dartı qüvvəsini təyin edin. Biz buradan birinci təcili tapa bilirik. Baxırıq, hərəkət növümüz necə hərəkət növüdür? Bərabər yavaşlayan hərəkətdir. Əgər bərabər yavaşlayan hərəkətdirsə, bu o deməkdir ki, sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür. Birinci təcilimizi gəlin tapaq. Təcilimiz nəyə bərabərdir? V çıx V0 bölünsün T-yə. O da bərabərdir 8 çıxılsın 2 bölünsün 2-yə. O da bərabərdir 6, 3. 3-ü tapdıq. Deməli, 3 metr böl saniyə A-mız var. F sürtünmə hərəkətin növünə görə təyin edirəm. F dartıdan böyükdür. Onda bizim MA-mız nəyə bərabər olurdu? MA bərabər idi. Böyük olduğuna görə F sürtünmə çıxılsın. F dartı yazırdım. M-imiz 4'dür. A-mız 3'dür. 4 vur 3 bərabərdir. F sürtünmə 20'dir. 20 çıxılsın F dartı. 12 bərabərdir. 20 çıxılsın F dartıya. Onda F dartı nəyə bərabər olurdu? 8 Newtona. Cavab edir 8. 89. 89'a deyir ki, uyğunluğu təyin edin. 1. Hərəkət necə hərəkətdir? Baxırıq, hərəkət bərabər yeyinləşən hərəkətdir. Cismə təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. F dartı böyükdür F sürtünmədən. Bu hansı hal üçün keçərlidir? Bərabər yeyinləşən. Deməli, A uyğundur. Aha. A uyğundur bərabər yeyinləşənə. Bunu yazdım. F dartı böyükdür F sürtünmədən. Sonra dartı sürtünmədən kiçikdir. F dartı kiçikdir F sürtünmədən. Bu hansı hala uyğundur? Bərabər yavaşlayan. Onda ikinci hərəkət növümüz bizim bərabər yavaşlayandır. Üçüncü, cismə təsir edən dartı qüvvəsi F sürtünməyə bərabərdir. Bu hansı hal üçündür? Bərabər sürətli hərəkətə. O da üçüncüyə aiddir. 3. Cismin impulsu artır. Bu o deməkdir ki, onun sürəti artır. Sürəti artırsa deməli dartısı böyükdür. Yazıram bura D. Cismin impulsu azalır. Impulsu azalırsa hərəkət bərabər yavaşlayan olur. Yəni onun sürtünməsi daha da azalır. Sürtünməsi artır ki, dartı qüvvəsi azalır. Ona görə aid olur Y. Keçdik 90.
Üfüqi səth üzrə hərəkət edən müxtəlif cisimlərin yer dəyişməsinin proyeksiyasının zamananasılığı verilib. Eyni şəkildə baxırıq, dartı qüvvəsi böyükdürsə hərəkət növü necə olacaq? Bərabər yeyinləşən olmalıdır. Hansı bərabər yeyinləşəndir? B, bir də C yazıram. B, C. Sonra ikinci, əgər sürtünmə qüvvəsi böyükdürsə, o zaman hərəkət necə hərəkət olmalıdır? Yavaşlayan olmalıdır. Yavaşlayana hansı uyğundur? A, bir də D. Yazıram A, D. Bir-birinə bərabərdirsə hərəkət necə hərəkət olmalıdır? Bərabər sürətli hərəkət olmalıdır. O da uyğundur Y variantına. 91. Kütləsi 50 kiloqram olan cisim sürüşmə sürtünmə əmsalı verilib. Üfüqi səth üzərində hərəkət edir. Cismə növbə ilə üfüqi istiqamətdə yönəlmiş F qüvvələri təsir edir və deyir ki, hansı F qüvvələrində qrafiklər necə uyğun olacaq? Gəlin onları təyin edək. Gəlin birinci F sürtünməni tapaq. F sürtünmə nəyə bərabərdir? Mü, M, J-yə. Mümüz neçədir? 0,1. M'imiz neçədir? 50. J'imiz neçədir? 10. O da bərabərdir 50 Newton. Deməli, sürtünmə qüvvəmiz 10 Newtondur. Əgər F dartı qüvvəmiz 30 Newton olarsa, bu o deməkdir ki, F sürtünmə böyükdür. F dartıdan hərəkət bərabər yavaşayandır. İkinci, 50-50-yə bərabərdir. Yəni, F sürtünmə bərabərdir F dartıya. Bu o deməkdir, bərabər sürətlidir. F dartı böyükdür F sürtünmədən. Bu da o deməkdir ki, bərabər yeyinləşəndir. İndi onlara uyğun da qrafiklərini tapıb qəşəngcə yerinə qoyacağıq. Baxırıq, hansı hərəkət birinci bərabər yavaşlayan hərəkət olmalıdır. Ona görə də uyğun olan Y variantıdır. Yazıram 1-ə Y. İkinci, F sürtünmə bərabərdir F dartı hansı hərəkətdir? Bərabər sürətli hərəkətdir. 2-yə D. Üçüncü, baxıram, bərabər yeyinləşən hərəkət A variantı. Ona görə A variantı. 92 və sonuncu. Deyir ki, şəkildə təsvir olunmuş cisimlərin verilmiş istiqamətlərdəki hərəkətləri zamanı bir-birinə nəzərən sükunətdə qalırlar. Bu zaman M1 kütləli cismə təsir edən sürtünmə qüvvəsi üçün uyğunluğu təyin edin. M1 üçün. Eyni şəkildə burada çəkək ki, görə bilək. Deməli, cismimiz necədir bu şəkildə? Bir dənə də onun başında cisimdir. Deməli, F qüvvəsi buraydı. Biri M1 idi, biri də M2 idi. Və bizə deyir ki, birincidə cisimlər X oxu boyunca bərabər sürətlə hərəkət etdikdə, əgər cisimlər bərabər sürətlə hərəkət edirsə, onda M1 cisminə heç bir sürtünmə qüvvəsi təsir etməyəcəkdir. Onda birə aid olacaq A. İkinci, cisimlər X oxu boyunca A təcili ilə bərabər yeyinləşən hərəkət edir. Əgər bərabər yeyinləşən hərəkət eləyirlərsə, demək ki, F dartı qüvvəsi, deməli, F dartı qüvvəsi böyükdür F sürtünmə qüvvəsindən. Onda bu tərəfə doğru ani hərəkət var. Ani hərəkət zamanı biz M1-i dartanda, onda M2-ni daha doğrusu dartanda M1 hansı istiqamətdə olur? Siz adi avtomobildən də özünüzü düşünə bilərsiniz ki, anidən qabağa atılanda, bu tərəfə doğru hərəkət olanda M1 əks istiqamətdə arxaya doğru atılmalıdır. Ona görə də arxaya, sol tərəfə doğru hansısa qüvvə təsir etməlidir. Hansı qüvvə təsir edəcək? Sağ tərəfə doğru. Deməli, hərəkət əgər M1 bu tərəfə doğru hərəkət eləyəcəksə, onda onun sürtünmə qüvvəsi hansı tərəf olmalıdır? Sağ tərəf olmalıdır. Hərəkət soladır. Hərəkət sola olanda sürtünmə sağa olacaq. Onda sağa doğru buradakı qüvvəni nəzərə alacağıq. Yəni, M1 A ilə olacaq B. İkincidə deyir, bərabər yavaşlayan, onda F sürtünmə böyükdür F dartıdan. Onda bu şəklimizi təzələyirik və deyirik. Burada isə deyir ki, X oxu boyunca A təcili ilə bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan deyəndə cisim bu tərəfə, yəni sürtünmə qüvvəsi daha böyük olur. Dartı qüvvəsi bu tərəfə olsa da sürtünmə qüvvəsi daha böyükdür. Sola tərəf olanda cisim M1 cismi sağa doğru hərəkət eləyəcək. Əgər sağa doğru hərəkət edirsə, onun sürtünməsi sola doğru olacaq. Çünki hərəkətin F dartı, hərəkətin əksinə F sürtünmə olacaq. Onda sol tərəfə doğru istiqamətini təyin elədik, amma düsturumuz nəyə əsasən olacaq? M1 A-ya uyğun olacaq. Çünki biz M1-dən danışırıq. Ona görə də D uyğun gəlir. Cavab olur
D. Deməli 1-ə A, 2-yə B, 3-ə D uyğun gəlir. Bu günlük bu qədər. Sürtünmə qüvvəsinin bütün testlərinin də izahına baxdıq. Əgər siz də bizim dərslərimizə qoşulmaq, həm onlayn, həmçinin də əyani şəkildə dərslərimizdən yararlanmaq istəyirsinizsə, yuxarıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin bizim ödənişsiz WhatsApp qrupumuz mövcuddur ki, orada sizin suallarınız cavablandırıla bilir və yaxud da ki, əlavə dərslərimizdə iştirak edə bilirsiniz. Sınaq dərslərimiz ödənişsizdir. Hər hansı bir sualınız və yaxud da ki, sizi maraqlandıran testlər varsa, onları da ora göndərə bilirsiniz. Bugünlük bu qədər. Gələn dərsdə görüşənədək. Video sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi, həmçinin videonu bəyənib rey yazmağı unutmayın. Sağ olun, hələlik.